Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində günün hava haqqında məlumatını diqqətinizə çatdıraraq qeyd eləyək ki, bugün noyabrın 16-sıdır və noyabrın 17-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir, lakin səhər və axşam bəzi yerlərdə yağışlı və çiskinli olacağı ehtimal olunur. Şimal-şərq küləyi isə gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi, hətta yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək və bəzi yerlərdə isə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz isə 16-19 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 0-4, gündüz isə 4-8 dərəcə isti olacağı proqnozlaşdırılır.